Salam uşaqlar, baxaq belə bir limit sualına. Burada görürəm ki, x 3-ə yaxınlaşır. Bu zaman biz nə edirik? Ümumi şəkildə dəyişən nəyə yaxınlaşırsa aparıb ifadədə yerinə qoyuram. Lakin burada bir məsələ var ki, x-in 3 qiymətini aparıb yerinə qoyduqda bu o demək deyil, x 3-ə bərabərdir. X 3-ə çox-çox yaxınlaşır deməkdir, yəni qrafikdə. Amma belə misal həllərində dəyişən hansı ədədə yaxınlaşırsa aparıb ifadədə yerinə qoyuruq. Lakin burada bir məsələ var ki, 3-ü aparıb yerinə qoyanda məxrəc 0 eləyir, artıq heç surətə baxmağa ehtiyac yoxdur. Və burada qeyri-müəyyənlik yaranır, çünki riyaziyyatda 0-a bölmə yoxdur. Bu zaman bizim nöqtəni aparıb ifadədə yerinə qoymağımızda bir məna qalmır. Bəs nə edək? O zaman L'Hopital qaydadan istifadə edirik. L'Hopital qayda deyir ki, əgər qeyri-müəyyənlik yaranırsa, bu zaman ifadədən törəməsini tap və nöqtəni həmin törəmədə yerinə qoy. Surətin törəməsini tapıram. Eləyəcək 2x çıxılsın 4. Məxrəcin də törəməsini tapacağam. Eləyəcək 2x. Deyə bilərsiniz ki, 3 ara getdi. Mənfi 9 ara getdi. Uşaqlar, bunlar sabitdir. Sabitlərin də törəməsi nədir? 0 eləyir. Və salam. İndi x-in 3 qiymətini gətirib yerinə qoyuram. Baxın görüm ki, mənalı hala gətir. Mənası varsa cavabı olur. Mənası yoxdursa bir də törəmə tapacaqdım. Olacaq 2 vur 3 çıx 4 böl 2 vur 3. 6-dan 4 çıxıram. 2 eləyir. Məxrəcdə də 6 eləyir. İxtisar aparıram, qalır 3-də 1. Cavabımız oldu 3-də 1 B variantı.